Hər birinizi salamlayıram uşaqlar. Xoş gördüm hər birinizi. Bir neçə vaxtdır ki, mən sizlər üçün video çəkmirəm. Səbəbi də odur ki, sizlərdən küsmüşəm. Çünki videonu az bəyənirsiniz. Kanala az abunə olursunuz. Ona görə də mən də sizdən küsmüşdüm. Kanala video yükləmirdim. Yenə də ürəyim durmadı. Dedim görüm videoyu yükləyim, uşaqlar baxsın. Yaxşı uşaqlar, siz də kanala abunə olun və videonu bəyənin. Qeyd edim ki, indi biz ümumiləşdirici tapşırıqların izahına baxacağıq burada. Amma mən burada qayda testdə suallarına baxacağam. Nəyə görə? Çünki vaxt darlığından mətnləri oxumuram. Ona görə elə birbaş fikirləşirəm ki, qayda sualların izahını versəm sizə daha çox kömək etmiş olaram. Amma siz kanala abunə olun və videoları bəyənin. Əgər təbii ki abunə çoxalarsa, bəyənmə çoxalarsa, artıq növbəti tədris ilindən mən mətnlərini də izah eləyəcəm. Eyni zamanda digər test tapşırıqları da izah eləyib kanala yükləyəcəm. Bunun üçün sizin dəstəyiniz lazımdır. Yaxşı, keçək indi burada baxırıq birinci, ikinci tapşırıqlar, mətn tapşırıqlardır. 3-dən başlayırıq. Köməkçi nitq hissələrini qruplaşdırıb cədvələ yazın deyir. Qoşma, bağlayıcı ədəd, modal söz, nida. Ah nədir təbii ki? Ah, təbii ki bu niyə belə oldu? Təbii ki, nədir uşaqlar? Nidadır da. Bunu bura yazacaqsınız. Mən necə eləyim? Bunu bura yazmaq istəmirəm. Vaxt çox gecə. Bunu belə işarə qoyuram. Bu nidadır. Bəlkə də təbii ki, nədir? Bəlkə də təbii ki, modal sözdür. Bunu da bura gətirək. Bəlkə anamda elə yuxuya getmişdi. Anamda elə yuxuya getmiş. Yəni hamı yuxuya gedib, anam da elə yuxuya getmişdi. Bu da nədir? Bu da təbii ki, daha burada bağlayıcıdır. Elə yuxuya getmişdi. Anam da elə yuxuya getdi. Necə nə cür elə? Yox, bu əvəzli olar. Vay nədir təbii ki? Vay da nidadır. Bu vay da gətiririk nidaya yenə. Allah səni yox eləsin. Nə murdar səsi var? Yəni necə murdar səsi var? Bu da nədir? Ədatdır. Sənəm xanım həyəcanla gah şairə, gah da təbii ki, nədir bu? Bağlayıcıdır. Gah da bu nədir? Bağlayıcıdır. Bunu da gətiririk. İkisi də yəni bu gah da, ikisi də bağlayıcıdır. Bunu da buraya gətiririk. Üzünə baxırdı. Buradakı la qoşma deyil uşaqlar. Həyəcanla o zərf düzəldən şəkilçidir. Evin son beşiyi olduğu üçün bu nədir? Bu da qoşmadır. Hamı onun başına pərvanə kimi bənzətmə qoşmasıdır. Dolanırdı. Çərkəz axıracan, yəni axıra qədər. Buradakı can var ya, axıracan. Can orada qoşmadır. Tab gətirə bilməyəcəkdir. Bu qədər. Sonra keçirik 4-ə. Altına xətt çəkilmiş sözlərin nəqli keçmiş zamanda işlənmiş, təsriflənən feil ya feili bağlama olduğunu müəyyən edin. Söhbət ıb-dan gedir də. Uşaqlar, mən bunu əvvəlki izahlarda da sizə bir neçə dəfə demişəm. Ib üstü 4 feili bağlama şəkilçisi ola bilər, zaman şəkilçisi. Əgər sən bu ıb-ın üzərinə artıra bilirsənsə və yaxud da ki, hər hansısa başqa bir şəxs sonluğunu artıra bilirsənsə, yəni şəxs sonluğu artıra bilirsənsə, üzərinə təbii ki, bu nədir? Nəqli keçmiş zamandır. Çünki feili bağlamanın biz üzərinə axı şəxs sonluğu artıra bilmərik. Nəyə görə? Çünki təsriflənməyən formalardan feili bağlama şəxs sonluğunu qəbul etmir. Digərlərdə təkcə üçüncü şəxsin təkinin dırı qəbul edir də. Digər, məsələn, təsriflənməyən feillər var. Onlar təkcə dırı qəbul edir. Feili bağlama heç dırı da qəbul etmir. Yəni, belə tapa bilərik. İndi gəlin baxaq. Bax, deyir, cilvələnib nə qarşımda durubsan? Bax, buradakı san şəxs sonluğudur da. Üzərində şəxs sonluğu varsa, deməli, bu nədir? Nəqli keçmiş zaman, təbii ki. Canım, sana qurban, ay sarı köynək. Canım, sənə qurban. Ay sarı, burada heç nə yoxdur. Mələk sən çıxıbsan cənnət bağından, elə çıxıbsan, elə bu da deməli cənnət bağından çıxmısan da. Bu da elə nəqli keçmiş zamandır. İkisi də nəqli keçmiş zaman oldu. Altına xətt çəkilmiş deyirəm. Deməli, ikisi də nə oldu? Nəqli keçmiş zaman oldu. Bu niyə ikisinə nəqli keçmiş zaman qoyublar? Gərək bir feili bağlama qoyaydılar heç nə. Nəysə. Sonra keçək digərinə. Altına xətt çəkilmiş sözü eyni məna daşıyan söz üstə qoşma ilə əvəz edin. Hər kim çətinliyi görsə doyunca, ömrün iç üzünü o anlayacaq. Hər kim deyir ki, nə deyir burada? Söz üstə qoşma ilə əvəz edin.
Bunu necə əvəz eləyə bilərik? Bax, burada doyunca birisi də doyunca nədir? Feili bağlamadır burada hal-hazırda. Mən bunun yerinə belə yaza bilərəm də. Hər kim çətinliyi görsə, söz üstə qoşma. Belə yaza bilərəm. Doyanam. Uşaqlar, bunu səliqəsiz yazdım. Yaxşı, buradan yazaq. Doyanam. Doyanacan. Belə yazsız artıq söz, deməli, üstə gəl. Mən onu niyə elədim burada? Söz üstə qoşma olacaq. Doyanacan. Bu şəkildə yaza bilərsiniz. Hal-hazırda çünki burada doyunca sözü feili bağlamadır. Belə. Sonra keçək 6-ya. Feili bağlama şəkilçisini hansı ilə əvəz etsəniz, şeirin qafiyəsinə və məzmununa xələl gəlməyəcək. Bahar fəsli yaz ayları gələndə, burada feili bağlama şəkilçisi andı əndədir də. Söhbət burada andı əndədən gedir. Sönlü, sümbüllü, lalalı dağlar. Bahar fəsli yaz ayları gəlincə, nə deyir burada? Şeirin qafiyəsinə və məzmununa xələl gəlməyəcək. İndi biz eləməliyik ki, qafiyə xələl gəlməsin. Sönlü, sümbüllü, lalalı dağlar. Bahar fəsli yaz ayları gəlir. Böyle olmaz. Gəlmədən olmaz. Gəlib olmadan. Təbii ki, gəlinci olacaq da. Gələndə gəlinci zaman məzmun ifadə edir. Ona görə A. Verilmiş feili sifətləri cümlədə işlədib yazın. Tələsən, yetişmiş, alınacaq, əkdim. Nəyəsə uşaqlar, şifahi deyəcəm, yazarsınız sözünüzdə. İstəsiniz başqa bir cümlədə yaza bilərsiniz. Tələsən sözünü işlədi. Tələsən təntirə düşər. Elə belə yaza bilərsiniz buna. Sonra 2. Yetişmiş. Deyirəm ki, yetişmiş meyvələri bağdan dərdilər. Alınacaq. Alınacaq kitabların siyahısını tutdular. 4. Əkdiyim. Əkdiyim ağaçlar bar verməyə başlamışdı. Qarşılaması. Qarşılaması qonaqlar yavaş-yavaş gəlməyə başladılar. Belə. İstəsəz təbii ki, başqa cümlədə yaza bilərsiniz. Necə istəyirsiniz elə. Sonra keçdik 8-ə. Feilləri seçib qrammatik məna növünü müəyyən edin. Qrammatik məna növü, yəni məlum, məçul, şəxsiz, icbar bunlar deyir. Günün saçaqları yayılır. Günün qrammatik məna yayılır. Təbii ki, bu öz-özünə yayılır da. Həmişə mən demişəm ki, qrammatik məna növünü tapanda birinci şəkilçini tapın. Burada ıl şəkilçisi var. Baxıram, ıl var. Il da harda var idi? Təbii ki, məçul, qayıdış, bir də şəxsizdə var da. İndi bu günün saçaqları özü yayılır. Axı bunu kimsə yaymır. Bu subyekt və obyekt eyni söz oldu. Deməli bu nə olacaq? Bu olacaq qayıdış növ. Qayıdış. Çünki təslim olur gecə-güncə. Bax, təslim olur var ha. Təslim olur özünə mürəkkəb feildir. Burada baxıram heç bir şəkilçisi yoxdur. Heç bir şəkilçisi yoxdursa təbii ki, biz bunu həmin dəqiqə nə deyirdik? Məlum növ deyirdik də. Məlum. Yazanda gecə olur, uşaqlar, onsuz da deyirəm də, məlum. Səslənir yamaçlar, dağlar, dələlər. Səsləmək, səslənmək. Yamaçlar, dağlar, bax, gəlin görə şəkilçi var. Səslən, da leksik elə şəkilçi var. N şəkilçisi var. N da hardadır? Məçul, qayıdış. Deməli, məçul qayıdışda var idi da. N elə deyil uşaqlar. İndi mən baxıram ki, öz-özünə səslənir də. Yamaçlar səslənir, özləri səslənir də. Kimsə yerinə səslənəsi deyil ki. Deməli, bu nədir? Elə bu da qayıdışdır. İnsanı güldürür. Güldürür də uşaqlar, dür şəkilçisi olsa da bu sizi çaşdırmasın. Çünki burada özü güldürür, özü. Bunu üçüncü şəxs eləmir. Ona görə bu olur. Yenə də məlum növ. Şəkilçisi olsa belə məzmun uyğun gəlmir. Ona görə məlum növ deyirəm. Oğru qarğalara tüfəng atılır. Baxıram, ıl şəkilçisi var. Il da hardaydı? Məçul, qayıdış, icbar. İcbar nə edir? Üzrlü uşaqlar. Məçul, qayıdış, bir də şəxsiz. Baxıram, oğru qarğalara tüfəng atılır. Yəni atılır nə? Tüfəng kim tərəfindən atılır? Bilinmir axı. Bilinmir kim tərəfindən atıldığı, amma mübtədası var. Deməli, bu nə olacaq? Deməli, bu olacaq artıq məchul növ. Bu da olacaq məchul. Qocalmış torpağa dərman qatılır. Burada bir var qocalmış, bir də qatılır var. Qatılır nə? Dərman. Bunun mübtədası var, şəkilçi də var. Deməli, nədir? Məchuldur bu. Uşaqlar, bu məchuldur. Qocalmışda amma şəkilçi yoxdur. Çünki bir dənə l var orada. L da heç bir növdə yoxdur. Deməli, bu da nə olacaq? Məlum növ olacaq. Belə. Buraları yaman pis günə qoyduq.
Keçək 9-cu tapşırığa. Cümlələri cədvələ asılan qruplaşdırın. Sadə cümlə yoxsa mürəkkəb. Nə Məşədə ağa, nə Ələkbər yoldaşı, nə də onun ailəsi yatmışdı. Yatmışdı kim? Məşədə ağa, Əkbər, deməli, Əkbər yoldaş. Kim deməli Əkbər yoldaş, nə də onun ailəsi, nə də kim ona həmcins mübtədalı sadə cümlədir. Bunu deməli sadəyə yazacağıq. Bunu bura yazırsınız. Xəmiri kündəliyib yığır. Nə edir? Yığır. Kim o? Yuxanı bir-bir yayıb süfrəyə qoyur. Kim o? Saçın qızmağını gözlərdi. Kim o? Bu da həmcins xəbərli. Həmcins xəbərli. Yenə də sadə cümlədir. O gördü ki, ümumiyyətlə sizə ikinci səfərki izahımda demişəm ki, bir cümlədə tabirlik bağlayıcısı varsa, heç nəyə baxmağa ehtiyac yoxdur. Bu cümlə mürəkkəb cümlədir. Bunu bura yazırsınız. Uşaq ailənin səadət və sevincidir. Səadətidir, sevincidir. Burada səadətlə sevinc xəbərdir. Uşaq da mübtədadır. Həmcins xəbərli sadə cümlədir. Bunu da bura yazırsınız. Göyün üzü tutulur. Tutulur nə göyün üzü? Yağış damcılayır. Damcılayır nədir yağış? Görürük ki, cümlə mürəkkəbdir. Aşağıdan uçurdu nə? Quşlar. Bu da deməli cümlə mürəkkəb cümlədir. Bunu da bura yazırsınız. Ovçu əlində tüfəng boz bir qayaya daldalanıb pusuqda durmuşdu. Kim ovçu? Təbii ki, cümlə sadə cümlədir. Bunu da bura yazacaqsınız. Bu qədər. Sonra keçirik 10. Altına xətt çəkilmiş sözlər haqqında düzgün fikirləri seçin. Deyir ki, ah nə deyim, nə ad verim bu aləmdə mən sənə. Al bu qələm, bu da kağız özünü yazsana. Təbii ki, buradakı sana, yəni mən sənə nə deyim, bu təbii ki, əvəzlikdir. Üzərində yönlü kalın şəkilçisi var. Bu isə əmr ədatıdır. Birinci misrada verilmiş sana əvəzliyin qafiyə məqsədilə təhrif edilmiş formasında bu düzdür. Məsələn, biri götürə bilərik. Yəni qafiyələr düz gəlsin deyə sənə yox sana yazılıbdır. Nəzm əsərlərində belə bir şey ola bilər. İkinci misrada verilmiş yazsana feilin şərt şəklindədir. Xeyr, burada dedim axı sana əmr ədatıdır. Bu getdi. Bu 3 də getdi. Bəli, cavabımız oldu 4. 4-də dediyim fikir var. Verilmiş köməkçi nitqçilərin cümlədə işlədib yazın. Düzgün yazı qaydalarına əməl etməklə yanaşı müvafiq yerlərə durğu şairləri də işlədin. Yəni sanki işlədə. Sanki birisi də bənzətmə bildirən modal sözdür. Bununla durğu şarəsi işlənmir. Məsələn, nə yaza bilərsiniz? Sanki məni görmürdülər. Durğu şarəsi işlətməyəcəksiniz. Doğrudan da dediklərimin hamısı düz çıxdı. Burada doğrudan da dediklərimin hamısı düz çıxdı. Doğrudan dadan sonra bir dənə vergül qoyacaqsınız. Çünki modal söz əvvəldə gələndə özündən sonra vergül qoyulmalıdır. Demə, bunların hamısı yalanmış. Yenə də demə əvvəldə gəldiyində özündən sonra vergül qoyacaqsınız. Çünki modal sözdür. M-ya baxaq. M da birisi də sual ədatıdır. Deyirəm tapşırdıqlarımı aldım mı? Baxın, aldım mı? Belə yazılacaq. Aldım mı? Bitişik yazılmalıdır. Sonda da bir dənə sual işarəsi qoyursunuz. Bir dənə M ədatı birisi də sözə bitişik yazılır. Bir dənə əvvəlində dadə bağlayıcı gəlsə ayrı yazılar. Sonra 5. Sana əmr ədatıdır. Deyirəm ki, işə vaxtında gəlsənə. İşə vaxtında gəlsənə. Deməli, buradakı sanadan sonra da heç nə nöqtə qoyulacaq. Və yaxud da ki, dediklərimi vaxtında alsana. Tək. Məsələn, təki necə işlədə bilərsiniz? Təkdən əvvəldə belə bir dənə def işarəsi var. Bunu qoşma kimi işlədəcək. Çünki o nəyi göstərir? Sözə bitişik yazılmağın. Məsələn, deyirəm ki, sənin tək oxumaq istəyirəm. Sənin tək bitişik yazılacaq. Sənin tək. Bitişik. Sənin tək oxumaq istəyirəm. Sonra də 7. Deyirəm, evə vaxtında gəl də. Evə vaxtında gəl də. Gəl də. Dəni də ayrı yazılaram. Sonda bir dənə nöqtə qoyuram. Bu qədər uşaqlar. Sağ olun, sağlıqla qalın.